Babək prospektində yerləşən Təkər aləmi kimi adlanan bazardayıq. Ərazidə artıq söküntü işlərinə başlanılıb və qapılara belə kilit vurulub, bura giriş qadağandır. Ərazidə isə yeni müasir standartlara uyğun bazarın tikilməsi planlaşdırılır. Bu bazar uzun illərdir ki, paytaxtda avtomobil sahiblərinin ən çox üz tutduğu ticarət məkanlarından biri kimi tanınıb. Sentyabrın 17-sində burada baş verən yanğından sonra bazar yenidən qurulur. Oktyabrın 1-dən başlayan söküntü işləri ilə bağlı isə sahibkarlar əvvəlcədən məlumatlandırılıb. Lakin vəziyyətdən narazı olanlar var. Xəbərdarlıq eləmişdilər bizə. 8-9 ay bir il ərzində elə bir daşınacaq demişlər. Amma bir 6 ay çəkdi, 6-7 ay çəkdi. Bu bizə çox ağır təsirdir. Məcburən biz daşınmalıyıq, bu hallardan keçməliyik. Satıcıların bir qismi müxtəlif servis xidmətləri göstərən fərdi obyektlərdən ibarət əraziyə köçürülüb. Bura sökülür, hal-hazırda biz köçürük bura. Yeni ünvanımız var. Yeni formada olacaq da standartlarına uyğun. Son zamanlar paytaxtın müxtəlif ərazilərində yerləşən bazarlarda söküntü işləri aparılır. Buna nümunə kimi Dərnəgül bazarını da göstərmək olar. Ərazinin müəyyən vaxta qədər boşaldılması və sökülməsi nəzərdə tutulub. Ümumiyyətlə maraqlıdır ki, belə ərazilərin şəhər mərkəzinə yaxın olması nə dərəcədə doğrudur? Mütəxəssislərin sözlərinə görə bazarların sökülməsi fərqli səbəblərlə bağlıdır. Onlardan bəzilərinin şəhərin ümumi görünüşünə mənfi təsir etdikləri üçün paytaxtdan çıxarılması nəzərdə tutulur. Belə olan hallarda bəzi sahibkarların hüquqları necə tənzimlənməlidir? Sahibkarlar əgər qanunvericilikdə və yaxud da ki, müqavilə üzrə nəzərdə tutulan müddətdən kənar ərazidən çıxardılmaları halında isə həmin sahibkarların kompensasiyası təqdim olunmalıdır onlara və yaxud da ki, qarşılıqlı razılaşma əsasında ərazinin boşaldılması ilə bağlı tərəflərin birgə razılaşması mütləq şəkildə müəyyən olunmalıdır. Bundan başqa belə tədbirlər həyata keçirilərkən dükan sahiblərinin böyük itkiyə məruz qalmaması üçün bazar rəhbərliyi ilə aralarında bağlanmış müqavilənin şərtlərinə xüsusi diqqət yetirmələri vacib sayılır. Əks halda zərərlə qarşılaşmaq qaçılmaz olacaq. Şahnun Qasımova, Nərgiz Orucova, Nuran Ələkbərli, ATV xəbər.